400 kilogram uranla bağlı müxtəlif versiyalar var. Deyilənə görə Rusiya bu işin içində ola bilər, Rusiyaya aparıla bilər, haradasa saxlanıla bilər. Və bugün Araqçının Rusiyaya səfəri var, Putinlə görüşü baş tutub artıq. Ola bilər Rusiya da bu məsələnin içinə müdaxilə olsun. Ümumiyyətlə, Rusiya üçün ideal bir şərait yaradıb da bu müharibə. Həm Ukrayna yaddan çıxıb dünyada, dünya mediası artıq Ukraynanı yadından çıxarıb, necə deyərlər. Həm Amerikanlarla birgə işləyirlər. İran məsələsində, İranın mən sizin efirlərdə xatırlayırsınızsa, illərdir deyirdim ki, yeri düşən kimi, zaman yetişən kimi Rusiya İranı satacaq. Yine də həmin məqam yetişir. Təsəvvür edin, utanmadan deyirlər ki, İran bizdən tələb eləməyib ki, biz onlara nəsə kömək edək. Halbuki bunların anlaşmaları var, bunların müqavilələri var. Bunlara baxmayaraq Rusiya heç bir kömək eləmək iqtidarında deyil və yaxud da istəmir. Çünki Amerika Birləşmiş Ştatları ilə qlobal anlaşmada İran məsələsində Rusiya Amerika kömək edir, Ukrayna məsələsindənsə Amerika yavaş-yavaş çəkilir. Təəssüf ki, belə bir anlaşma var, Ukrayna üçün təəssüf ki, belə bir anlaşma var və nəticə itibarilə uran zənginləşdirilmiş uran proqramını da Rusiya öz üzərinə götürə bilər İranın məsələsində. İrana deyə bilərlər ki, sənə atom elektrik stansiyası lazımdırsa, məsələn Buşerdə, onu Rusiya tikəcək və yaxud da beynəlxalq aləm tikəcək, sənin elektrik enerjini atom elektrik stansiyasından ala biləcəksən. Amma sənin özünün proqramın ola bilmir. Yeri gəlmişkən, dünyanın bir çox ölkələrində də model belə işləyir. Məsələn, bizim qardaş Türkiyədə heç nüvə proqramı yoxdur. Amma Akkuyuda atom elektrik stansiyası tikilir. Yəni, belə bir model bir çox ölkə, Afrika ölkələrində də eyni model var, Asiya ölkələrində də var, Latin Amerikası ölkələrində də var. Ya Fransa, ya Amerika, ya Rusiya atom elektrik stansiyasını tikir və işlədir. Yəni, onların heç bir nüvə proqramına ehtiyacı qalmır. Yəni, İranın dərdi, istəyi elektrik enerjisidirsə, yəni atom elektrik stansiyasıdırsa, onun nüvə proqramı niyə olmalıdır? Belə atom elektrik stansiyası tikilsin və onun nəticəsində də onlar elektrik enerjisindən istifadə etsinlər. Bu, İranın haqqıdırmı? Bəli. Bütün ölkələrin haqqıdır ki, elektrik enerjisini atom elektrik stansiyaları vasitəsilə əldə etsinlər. Amma bu, həm də nüvə proqramını gəlişdirmək üçün əsas yaradırmı? Xeyr. Bu, nüvə proqramını yaratmaq üçün əsas deyil.